səsi qəbahətən sanar repi. Halbuki mən idim o gecələrdə sabaha qədər yazan repi. Bu da bilirdim maskasına ilişəcəm. Ona görə cavab yazıb öncədən. Gəlib burada elə deyəcək və millət də elə biləcək ki, bu güya freestyle bədahətən cavab verir. Yeməzlər, qaqaş, yeməzlər. O evdə yazdığın repanşları elə deyərsən ki, güya freestyle edirsən. Yaxşı. Nəysə, batıla başlaya bilərik. Gördüyünüz kimi, qoldan o qədər də güclü biri deyiləm. Hər qolu bükənmərəm. Amma təbim Zaqatalamın qoz fındığı kimidir, tükənmərəm. Mən və buz aramızda bir dənə fərq var. Buz əla reperdir, belə. Amma mən mükəmmələm. Mən bilirəm ki, bu bura gəlincə mənə bütün Wikipediyamı eşəliyib. Amma inan ki, çox da maraqlanmadım ki, kimsən, nəsən. Məndən battle eləmək, sənin üçün ən böyük uğurda əhsən. Qaqaş, bizi bilən bilir. Old rap, true underground, real gangster rap. Yəni mən burada əsl rap eləyirəm və eləyəcəm. Bəhsən. Deyim də, xəyallarımı bilirəm. Şan, şöhrət, magazinlər, belə şovzat, tanıtımlar. Madəm ki elə, səni tanıdım da, qoy səni mənə görə tanısınlar. Sən bilsən niyə maraqlanmadım? Sən haqda nəsə desəm, heç kim heç nə başa düşməyəcək. Çünki səni tanımırlar. Mən sayı az olanlardanam, çoxluqla barışa bilmirəm, qaynayıb qarışa bilmirəm, bu buzda alışa bilmirəm. Mən indi başqa mövzulara toxunuram və toxunacam. Çünki bu o qədər azdır ki, mən bundan çox şey danışa bilmirəm. Mazi, görəsən olacaqmı yenə bu rapin pik həddi? Allaha şükür, bugünə qədər alnı açıq, başı dik gəldim. Düzdür, mənə çox yığdırdılar, təzədən qalxdım, dikəldim. Deyirəm, heyf ki, arada tipugil var, yoxsa bunu... Bağışlayın. İnanın ki, bu adamla yarışmayın. Tipunu, Tefonu bildik, Kayem'e zor yaraşır. Amma bu adam Kayem'e yaraşmar. Tefo, sən qadın qalın, bu bizim söhbətimizdə. Xahiş edirəm, siz qarışmayın. Nadir müəllim. Çox heyf və əfsusları olsun ki, bu repə verilən dəyəri gördükcə qırılıb hər dəfə qəlbim. Tarix bir dəfə yazılır. Məsələn, Xose və Dərya rəqabəti bir dəfə gəldi. Qaldı ki, buna mənə nə qədər pan çadır atsın boş şeydir. Çünki əyri oxlar düz hədəfə dəymir. Mənə görə bilirsiniz kimlər düşüy adamlardır? Ya çəkib ya da buraxırlar içi başarlarını. Mən bundan qorxuram, bilirsiniz niyə? Çünki ən təhlükəli adamlar, belə böyük yerlərə gəlmiş kiçik adamlardır. Round!